Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Almaniya prezidenti Frank-Walter Steinmeieri və birinci xanım Elke Büydenbenderi qarşıladılar. Əvvəlcə prezident İlham Əliyevin Almaniya prezidenti ilə təkbətək görüşü oldu. Geniş tərkibdəki görüşdə isə prezident İlham Əliyev bildirib ki, ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələlər, eləcə də beynəlxalq məsələlər müzakirə edilib. Görüşdə orta dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunuldu. Frank-Walter Steinmeier 9 ildən sonra yenidən Azərbaycandadır. Bu dəfə o, Almaniya prezidenti kimi ölkəmizə təşrif buyurub. Bir qədər əvvəl Almaniya və Azərbaycan liderlərinin təkbətək, daha sonra isə geniş tərkibdə görüşü baş tutdu və birazdan hər iki lider mətbuata birgə bəyanatla çıxış edəcəklər. Qeyd etmək lazımdır ki, Bakıda Azərbaycan və Almaniya liderlərinin görüşündə sadəcə regional məsələlər deyil, eyni zamanda qlobal gündəlikdə olan, dünyanı maraqlandıran strateji məsələlərdə geniş şəkildə müzakirə edilib. Prezident İlham Əliyev bildirib ki, bizim aramızda siyasi diyaloq müntəzəm olaraq aparılır. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən 3 dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə biz öz ticarət dövriyyəmizin şaheləndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. COP29-da iştirak etməyən yeganə ölkə Ermənistan olub. Bu da təbii olaraq təəssüf hissi doğurur deyən prezident bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başa düşülən deyildi. Bugün bu məsələdə müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırıldı. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Və məhz bu tarixi zəfərimiz sülh danışıqlarına yol açmışdır. Və hesab edirəm ki, bugün Azərbaycan və Ermənistan sülhün əldə edilməsində kifayət qədər bir-birinə onların mövqeləri yaxınlaşmışdır. Eyni zamanda digər beynəlxalq məsələlər bugün müzakirə edildi. O cümlədən Amerika, Avropa İttifaqı gərginliyi, Rusiya, Qərb gərginliyi, bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim çox önəmli idi. Prezident bildirib ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ Respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz etdik. Çünki Dağlıq Qarabağ adlı respublika yoxdur. Bu ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Prezident qeyd edib ki, bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Konflikt həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı tanıdığı üçün ATƏT-in Minsk qrupunun de jure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de facto bu qrup fəaliyyət göstərmir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var. Və bu bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir.
Və bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir. Almaniya prezidenti isə bildirdi ki, Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Almaniya Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir. Bütün çətinliklərə, maneələrə baxmayaraq bu yol gedilib, xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Mən çox şadam ki, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də uzaq şərqlə ticarət əlaqələrimizdə ölkənizin rolu var. Yaxud da ki, Cənub-Qərbi Asiya ilə, Çinlə. Hazırda mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yolların, orta dəhlizin rolu Alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu daha maraqlı bir perspektivə çevriləcək. Steinmeier həmçinin bildirdi ki, ölkəsi beynəlxalq qayda qanunun qorunmasına, dünyanın qaydalar əsasında işlənməsinə maraq göstərir və gələcək nəsillərə də qaydasız dünya miras qoymaq istəmir. Nəcəf Həsənov, Cəfər Qasımov, Xəzər xəbər.